Salam, hər vaxtınız xeyir olsun, dəyərli FES izləyicilərimiz. Tarix üzrə təlimçi Gülnar Mirzəyeva. Tarixdən MİQ imtahanına hazırlaşan müdavimlərə səslənirəm. Yaxın oturun, diqqətlə izləyin. Az öncə rastlaşdığım çox maraqlı bir testi sizlərə təqdim edəcəm. Çox maraqlıdır, yəni olduqca diqqətimi çəkdi. Sizinlə paylaşım istədim. Məsəl üçün, burada Cənubi Qafqaz Komitəsi komissarlıq və seymi verib, uyğunluğu müəyyən edin deyir. İlk öncə bu təşkilatların fəaliyyəti dövrünü qeyd edəcəm. Komitə 1917-ci ilin 9 martından, komissarlıq 1917-ci ilin 11 noyabrından, Seyim də 1918-ci ilin fevral ayından fəaliyyət göstərib. Baxın, Qafqaz Müsəlmanları qurultayının keçirilməsi 1917 aprel-may ayındadır. Yəni komitəyə aiddir. A düzgündür. Komissarlığa B yazıb. Yəni İctimai Təşkilatların İcraiyyə Komitəsinin ləğvi 1917-ci ilin 22 noyabrından, yəni komissarlığın fəaliyyəti dövrünə aiddir. Daha sonra D variantını qeyd edib. Yəni Tatar Süvari alayının yaradılması bilirik ki 1914 avqust ayındadır. Yəni düzgün deyil. Daha sonra Seymə Y variantını atıb. Şəmkir hadisələrinin baş verməsi. Seyim 23 fevraldan fəaliyyətə başlayıb. Şəmkir hadisələri isə yanvar ayındadır. Yəni düzgün deyil. Və oxşar cəhət Osmanlı ilə danışıqların aparılması. Komissarlıq Osmanlı ilə Erzincan barışığını imzalayıb. Seyim Trabzon konferansına danışıqlar aparır. Lakin komitəyə belə bir şey aid deyil. Yəni C variantının oxşar cəhət kimi götürülməsi düzgün deyil. Düzgün oldu A və B. Baxırıq, Y variantında öz əksini tapıb, Y düzgündür. Və dəyərli izləyicilərimiz, doğrudan da olduqca maraqlı sualdır. Qeydlərinizi almağı unutmayın. Belə müəmmalı testlərin daha çox olması istəyirsinizsə bəyənib, paylaşın və rəy bölməsində öz fikirlərinizi bildirin. Uğurlar!